Xarici ölkədə yaşamağın yaxşı tərəfləri bölüm 2. O dəfə maşınımı yuyuram. Bir dənə iş yoldaşım məni uzaqdan görüb yaxınlaşdı. Salam əleykum, əleykum salam. Bəs maşın almısan? Çox ləzzətli maşındır, sənə yaraşan maşın. Yəni bir dənə təriflər vurdu ki, gəl görəsən. Sanki belə bir doğması, bir yaxını o maşını almış kimi təriflər yağdırdı. Amma bizdə eyni vəziyyət olsaydı, necə olardı? Quru və soyuq, xeyirli olsun sözündən öncə qaqa, belə maşını neçə almısan? Motoru neçədir? İli köhnədir? Benzin mühərrikli maşın alsan deyəcəklər, benzin əvəzinə dizel alardın. Dizel alsan deyəcəklər, dizel əvəzinə benzin alardın. Və yaxud da bu maşın yerinə ümumiyyətlə başqa maşın alardın. Bu tip mənfi sözlər bir dənə quru və soyuq, xeyirli olsun sözündən öncə eşidəcəyin bütün cümlələr, bütün mənfi sözlər bunlardan ibarət olacaq.